Baxaq. Nömrə 29-da AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismət. Qismət harda yazılır? Burada yazılır. Qalıq harda yazılır? Aşağıda yazılır. İndi B-nin ala biləcəyi sayını tapın. AB ədədini tapmaq üçün BA-nı neçəyə vuracam? Cüşvər müəllimə? 1-ə. B-yanı 1-ə vuracam. Qalıq da hər zaman nə olur? Üzərinə gəlirik. Ay, sağ ol. Qalığı da hər zaman üzərinə gəlirik. İndi üstündə xətt nə deməkdir? Yəni, açqınan deməkdir. 10A plus B, 10B plus A plus 54. Cüşvər müəllimə, A-nı bu üzə keçirəm. Çox yerində qalır. A bərabərliyin bu üzünə keçəndə çıx olur. Üstə gələk B, bu da bu üzə keçir. Çıx 10B bərabərdir. Neçə oldu? 54 oldu. 10-adan 1-anı çıxıram. 9-a azdan çoxu çıxıram. Çıx olur. 9B bərabərdir nə? 54. 9-lar hər ikisində var. Mötəzənin çölünə çıxardıram. Nə oldu? Vurmadır. Aşağıda bölüm olur. 6 olur. Cüşvər müəllimə, ən yüksək ədədim 9-dan 3 çıxanda neçə qalır? 6. 8-dən 2 çıxanda neçə qalır? 6. 7-dən 1 çıxanda neçə qalır? 6. Vəssalam. Alarım neçə oldu Cüşvər müəllimə bunlar? B'lərim neçə oldu bunlar? 93 böl neçə oldu Cüşvər müəllimə? B-adır. Bax, AB böl B-adır. Ala biləcəyi nə deməkdir? Apar yerinə qoy, yoxla. Ala bilirsə götür. Yerini dəyiş Cüşvər müəllimə. B-adır. AB-dir, B-adır. Yerini dəyiş. 39 oldu mu? 93-ün içində 39 bir dəfə mi yerləşir? Deyil, bir dəfə yerləşsin. Yox. Yerləşmir. Yox, 2 dəfə var. 82-nin içində 28 bir dəfə mi yerləşir? Yerləşmir. 71-in içində 16 bir dəfə mi yerləşir? Yerləşmir. Deməli, neçə olacaq Cüşvər müəllimə? Ala biləcəyi qiymət nə olacaq? 0 olacaq. Olacaq hansı variant? A variantı. A variantı. Nömrə 10-a bax Cüşvər müəllimə. 30. Bizdə beylər də müraciət edirlər bəzi hallarda. Hazırda magistratura üçün daha doğrusu hazırlıqda istəyən bəy müəllim var. Qrup ilə istəyir. Hal-hazırda elə bir qrupunuz var sizin? Bizdə beylər də müraciət edirlər bəzi hallarda. Hazırda magistratura üçün daha doğrusu hazırlıqda istəyən bəy müəllim var. Cüşvər müəllimə, oxuyun da. MİQ və sertifikasiya üçün qrupum var, bəli. Demək, A bölünsün B, qalıq demək 4 olur. A bölünsün B, 7, qalıq 4 olur. B bölünsün C, qalıq olanda belə yazgınan Cüşvər müəllimə 3 olur. A ədədinin 14-də bölünməsindən alınan qalığı tapın. A bərabərdir. 7-ni nəyə vuracam? B-yə. Qalıq da hər zaman nə olur? Üzərinə gəlir. Üzərinə gəlir. Buradan B-yi tapaq. 8-i nəyə vuracam? C-yə. Qalıq da hər zaman üzərinə gəlinir. İndi B-nin yerinə nə yazacam? Bunun arasında vurma var. B-nin yerinə nə yazacam? 8C plus 3 plus 4. 7-ni 8-ə vururam. 56C plus 21 plus 4. 56C plus neçə oldu Cüşvər müəllimə? 21 ilə 4-ü toplayanda 25. A-nın yerinə nə yazacam? 56C plus 25 böl 14. Qalığım neçədir? 25-dir. Məndən də qalığı soruşur. 25-i 14-ə böləndə qalıq neçə qalır? 11 qalır. 56 14-ə bölünür. 4 dəfə düşür. Qalığı soruşur. 25-i 14-ə böldüm. Qalıq 11 düşdü. Baxaq neçəyə? Nömrə 31-ə. A bərabərdir 33-ün kvadratı plus 55-in kvadratı. Bunu sadə ədədlər şəklində göstər. 3 vurulsun 11-in nəyə göstərəcəm? Kvadratı. Bunu sadə ədəd şəklində göstər. 5 vura 11-in kvadratı. Ay, sağ ol. 3-ün kvadratı nə eləyir? 9. 11-in kvadratı plus. 5-in kvadratı 25, vur 11-in nəyi? Kvadratı. 11-in kvadratı burada var, burada var. Nə edəcəm? Mötərizənin çölünə çıxardacam. 9 plus 25 oldu mu? 11-in kvadratı vur. 9-un üstünə 25 gəlirəm. 14, 114 oldu, eləmi?
34 değil mi Alma? Əbi, nədir yazıram? 34. İndi 11'in kvadratı 2 vurulsun 17 değil mi bu? 34 bəli. O sadə də şəklində göstərirəm də 34'ü 2'yə böldüm. 2 vurulsun 17. 2 də sadədir, 17 də sadədir. Məndən də natural bölənlərin soruşur. Natural bölən üstlərin üzərinə neçə gələcəm? 1 Birdir. gəlib fasilini 1 tapacağıq. gələcəm. 3 vur 2 vur 2. 12. 12. Oldu neçə oldu? 12 oldu B variantı. Başa düşdünüzmü Cüşfər müəllimə bunu? Bəli, başa düşdüm mən. Aha. AB ədədinin kvadratı çıx. BA ədədinin kvadratı bərabərdir neçəyə? 792'yə. A vurulsun B hasilini soruşur bizdən. Kvadratlar fərqi bir dəfə nəyə bərabərdir? Minus bir dəfə də plus. Ay sağ ol. Çıx BA bərabərdir 792'yə. Üstündə xətt varsa nə deyir? Yəni aç məni. Üstə gəlinsin B, üstə gəlinsin 10B plus A. Oldu mu? 10A Bəli. plus B, 10B çıx A, üstə çıxdırsa qabaqda hamısı nə olur? Çıx olur. Bərabərdir 792'yə. 10A 1A oldu 11A. 10B 1B oldu 11B. 10'a çıxar 9'a. Azdan çoxu çıxanda, çoxdan azı çıx ginən 9, qabağa da çıx qoy ginən, azdan çox çıxıldığına görə 792. Cütfər müəllimə 11 burada, 11 burada. Mötərizənin çölünə çıxart. 9 burada, 9 burada. Mötərizənin xaricinə çıxart. 792 oldu mu? Bəli. Aha. 99 A üstə gəlinsin B, A çıxılsın B bərabərdir 792'yə. A plus B, A çıxılsın B bərabərdir. Vurma da aşağıda bölümü olur. 792'ni 99'a böləndə 8 düşürmü? 9'u neçəyə vursaq sonu 2'yə olur. 8 düşür. İndi bizdən nə soruşur? A vurulsun B hasilini. 8 neçə vuraq neçədir? 2 vurulsun 4'dür. A plus B çox-çoxa, üstə gələk çox olur. Ona görə çoxa bərabər eləyirəm. A minus B də nəyə bərabər olur? 2'yə. Sistem tənliyi aldın mı? Tərəf tərəfə toplayanda mənfi müsbət getdi. 2'ə 6. A nəyə bərabər oldu? 3'ə. 3'ü yerinə qoyaq burada. 3 plus B bərabərdir 4. B bərabərdir 1'ə. A vurulsun B-ni soruşur. 3 vurulsun 1. Yerinə də qoyuram. Neçə oldu Cüşfər müəllimə? 3 oldu. C variantı. Nömrə 33'ə baxaq. A bölünsün 4. B qalıq neçədir? B-dir. Qalıqla yazanda belə qollu böləklə yaz. A-nın ala biləcəyi, yəni kapar yerinə qoy yoxla yenə. İndi A bərabərdir. 4'ü nəyə vuracam? B-yə. Üzərinə də neçə gələcəm? B. Neçə oldu? 5B. B nədir Cüşfər müəllimə? Qalıqdır. Qalıqdır. Qalıq böləndə nə olmalıdır? Kiçik olmalıdır. Kiçik olmalıdır. Ən kiçik qiyməti neçədir? Ən kiçiyi 1'dir, ən böyüyü də 3'dür də. 2, 3, 2, 1'dir. Aha. İndi 5'i bir dəfə 3'ə vururam. Neçə eləyir? 15. 5'i bir dəfə 1'ə vururam. 5. 5'i bir dəfə 2'yə vururam. 10 olur. Ala biləcəyi qiymətlər neçə oldu? Cəmini tap deyir. Ala biləcəyi 15'dir, 5'dir, 10'dur. Sonra nömrə 34'ə baxağın, görəyin nə veribdir. D kvadratı çıxılsın A kvadratı, böl C kvadratı çıxılsın B kvadratı. Kəsirin qiymətini tapın. Bir dəfə üstə gələyib, bir dəfə nəyinə bərabərdir Cüşfər müəllimə? Çıxağına. Bir dəfə üstə gələyinə, bir dəfə nəyinə bərabərdir? Çıxağına. Minus. Heç bilmirəm, heç bunları da yazmıram. A, B, C, D ərtan sıra ilə verilmiş ardıcıl tək ədəddir. Tək ədəd 1'dir, 3'dür, 5'dir, 7'dir. Gətir yerinə qoy. D'nin kvadratı 49 çıx. A'nın kvadratı 1, C'nin kvadratı 25, B'nin kvadratı 9. 25'dən 9 çıxıram, 16. Burada da 48. 48'də 16'ya bölürəm. Neçə düşür? 3 düşür. Olur hansı variant? C variantı. Nömrə 35'ə baxaq. A bərabərdir 8 üstü neçəyə Cüşfər müəllimə? 17'yə.
25 üstü neçəyə? 23-ə. 23. Neçə rəqəmlidir deyir. Neçə rəqəmlidir? Cüşvər müəllimə, sadə də şəklində göstərək də bunu. 2-nin kubu üstü neçədir? 17. 5-in kvadratı üstü neçədir? 23. 2 üstü 51, 5 üstü 46. Cüşvər müəllimə, bunu 2 üstü 46 vurulsun, 2 üstü 5 yaza bilərəmmi? Əsaslar eyni Bəli. olanda üstlər toplanır. 5 üstü 46. Onluqlara gətirməlisən. Həmişə fikirləş ki, onluqlara gətirməlisən. İndi 2 üstü 46 ilə 5 üstü 46-nı 1 yazıram, 2 üstü 5-i 1 yazıram. Bərabərdir. 2 vurulsun 5 üstü 46 yaza bilərəm mötərizədə. Həm buna aiddir, həm Bəli. buna aiddir. Vurulsun 2 üstü 5. 10 üstü 46 vurulsun 2 üstü 5. 2 üstü 5-im neçədir Cüşvər müəllimə? 32 vurulsun 10 üstü 46 deyilmi? 46 rəqəm burada. Üstündə sayı, yəni 0, 0, 0, 0, 0, yəni 46 dənə sıfırım var, 46 rəqəm burada, 2 rəqəm burada. Neçə dənə rəqəm oldu Cüşvər müəllimə? 48. 48 dənə, D variantı. Çalış onluqlara gətir o. Nömrə keçək neçəyə? 36-ya. A bərabərdir 2752 vur 3778-in nəyidir? Kubudur. Üstə gəlirəm 17 bölürəm 25-ə. 25-ə hansı ədədlər bölünür? Son 2 dənə sıfırla 25 25-ə artır. 50 75. Bunlar nəyə bölünür? 25-ə bölünür. 50 25-ə bölünürsə 52-də neçə qalıq qalır? 2 qalıq qalır. Məndən də qalığı sor. 78 75 25-ə bölünürsə neçə qalıq qalır? 3. Bunun da nəyidir? Kubudur. Plus 17 böl 25. 6-nın kubu 36-nın 6-ya vuraq. 6 216. 216 üstə gələk 17 böl nəyə? 25-ə. 216-nın üstünə 17 gəlirəm. 13, 233. 233-ü də bölürəm nəyə? 25-ə. 25'e. 8 dəfə 0 yazaq. 4 yadda 233. 1 dəfə 25. 13-dən 5 çıxıram 8. 8 qalıq mı qalır? Olur B variantı. Vəsiyo. Başa düşdünüzmü Cüşvər müəllimə? Bəli. Bu elə 25 kimi neydi orada? Hə. 25'te de Ay sağ ol. İndi natural ədədi nömrə 37. Hansı natural ədədi? Bilmirəm. X-ı 2A-3 ədədinə böldükdə alınan qalıq neçə olur? 12 olarsa ən kiçik natural qeyd ala biləcəyidir. Qalıq bundan nə olmalıdır? Bu qalıqdan nə olmalıdır? Bölən qalıqdan böyük olmalıdır. Qalıq da bundan kiçik olur. 2A böyükdür nədən? 15-dən. A da böyükdür. 15-i 2-yə bölürəm. 7,5 oldu mu? bəli. 7,5-dən böyük 8-dir, 9-dur. Mənə də deyir ən kiçiyi. Ən kiçiyi neçə olacaq? 8 olacaq. Olur. D variantı ala biləcəyi D variantıdır. Nömrə 38-ə baxaq. Əkobları bilirsinizmi Cüşvər müəllimə? Bəli, bilirəm. Çoklar məmə. Aha. Məsələn, nömrə 10-da 41-ə baxaq. Əkob 60-da 1, 72-də 5, bilməsəniz qayda ata bilərəm. 35 bərabərdir. Cüşvər müəllimə, bunları ortaq vuruq məxrəc seçək. 360 oldu mu? Bəli. 360. 60-a böldürəm 6. 360-ı 72-yə böləndə neçə düşür? 2, 20. 5 dəfə düşmürmü? 360-360-a böləndə 1. Məxrəcə bölürsən üstə yazırsan. 6. 360-da 25. 360-da 35. Oldu mu belə? Cüşvər müəllimə, bu 360-da 1 vurulsun neçədir? 6-dır. Bu 360-da 25 vurulsun 1-də neçədir? 25. 360-da 1 vurulsun neçədir? 35-dir. 360-da 1, 360-da 1, 360-da 1. Ortaq vuruq çıxartdım. Əkob nə qaldı? 6, 6, 25, 35. Bərabərdir.
360-da 1-in özünü yazıram. 6, 25, 35-in əkobunu tapıram. 2, 3, 3, 1, 5, 5, 5, 1, 5, 7, 7, 1. 6 nəyə bərabərdir Güşvər müəllimə? 2 vurulsun. 25 nəyə bərabərdir? 5-in kvadratına. 35 nəyə bərabərdir? 5 vurulsun 7. 5-lərdən böyük, əkobən kiçiksə tərsinə böyükləri. 5-in kvadratını götürürəm. 5 üstü 2-ni 25. 3-lərdə 3-dür, 7-də də 7-nin özüdür. İndi 5 ixtisar gedir. 5 qalır, 5 ixtisar gedir. 7 dəfə 72 qalır. Burada 21 olur. 21 olur. 21 ilə 72 3-ə ixtisar gedir. 7 qalır. 3-ə ixtisar gedir. 24. 3-ə ixtisar gedəndə 12, 24. Aha. Burada oldu 35. Burada oldu nə? 70, 24. 24. 35 dəfə- bölək. Bircə dəqiqə. 3-ə ixtisar gedəndə biz harda düzgün eləməmişik? 12 olmalıdır burada. Burada 12 olmalıdır. Gör harda düzgün eləməmişik. 5-in kvadratı 25, 7, 3. 25. Bircə dəqiqə. İxtisarda düzgün eləməmişik. Deyəm bircə dəqiqə. 25 vurulsun neçə idi? 21 idi, eləmi? 21, bəli. Aha, 25 ilə sonra getdi 5-ə, 5 dəfə. 5 dəfə 360-ı da 5-ə böl 72. 72. 360-ı 5-ə böldükdə 7 dəfə 5, 33, 10, 72, düzdür. 72-də də bu da 3-ə ixtisar gedir. 7 qalır. 72-ni də 3-ə böləndə 2 dəfə 3, 6, 12, 4 dəfə. 24 düşür. 24-də 35 oldu. Bəs biz harda düzgün eləməmişik? 25, 6, 25, 35. 35. Bircə dəqiqə. 6, 2, 3, 3, 1, 25, 5, 5, 5, 1, 35, 5, 7, 7, 1. Ay mənim 35-i burada biz 3 vuraq 7 yazmışıq. Bu 5 vuraq 7-dir. Hə. 5 vuraq. O 5 vuraq 7-dir. Bu 25 yazmışıq. 5 vuraq 7. 35-i biz orada 5 vuraq 7, 5 ilə 3 görmüşük. 3 vuraq 7 yazmışıq. Ona görə 21 yazmışıq. Onda neçə olacaq? Ora yazın, demək neçə olur? 3 vuraq bura yazın. 5 vuraq 7. 5 vuraq 7, belə. Aha. İndi Bircə dəqiqə. buradan demək Bax, 5-ə 35, bircə dəqiqə. 5, 7, 7, 1. 5-i ixtisar apararıq. 25, 5, 5, 5, 1. 6, 2, 3, 3, 1. 5-lərdə 5-in kvadratı 25-i yazdım. Bunda da 7-ni yazdım da. 7-ni yazdım. Bunda da nə yoxdur? 7-lərdən bir dənə götürdünmü? 3 yoxdur. 3-dən də bir dənə götürdüm. 2-ni götürməmişəm. Burada 2-ni götürməmişəm. 2 ilə də bu ixtisar gedir. Neçə? 12-də 35 qalır. İxtisar eləyəndə. Sonra nömrə 42-yə baxaq. Nömrə 42-də verib əkob 4x kvadratı y-in kubu 8x kubu y ifadəsi aşağıdakılardan hansına bərabərdir? Əkob ən kiçikdirsə, bölünürsə, tərsinə nəyə bərabərdir? Ən böyüyə 8-ə. X kubunu x kvadratına bölünürsə, x kubu x kvadratına bölünürmü? Bəli, x düşür. Bölünürsə, əkob ən kiçikdirsə, tərsinə nəyə bərabərdir? Ən böyüyə. Tərsinə nəyə bərabərdir? Ən böyüyə. Olur hansı variant? B variantı. Nömrə 43-ə baxaq. Ay sağ ol. Vəssalam. Onu da bildin. Nömrə 44-ü də bildin. 45-ə keçək. A bərabərdir 2 üstü n, 3 üstü n plus 2. B bərabərdir 2 üstü n plus 1, 3 üstü n-ə. İndi əkob nəyə bərabərdir?
Əçop AB deyir. Abi. Bax, birbaşa yerinə yazıram. Birindən hamısını götürürsən. 2 üstü n plus 1, 3 üstü n. Bax, bu 2 üstü n, 3 üstü n vurulsun 3'ün kvadratı deyilmi? Hə? Üstlər toplanıb da, əsaslar eyni olduğuna görə. Mən də parçaladım. 2 üstü n vurulsun 2, vurulsun 3 üstü n. Birində hamısını götürürsən. Əçop deyirsə. Əçop deyirsə, birində hamısını götür. 2 üstü n, 2, 3 üstü n, məsələn 3'ün kvadratını götürdüm. Birində hamısını götürdüm. Bunda da, bunda olmayanı. Bunlar var, nə yoxdur? 2 yoxdur. Elə birində hamısını götürürsən, sonra da o birisində bunda olmayanı götürürsən. Başa düşdünüzmü? Düşmər mənim. 2 üstü n, 3 üstü n, EBOB-da da hər ikisində olanı götürürsən. 2 üstü n-lər, 3 üstü n-lər getdi. 3'ün kvadratı vur 2, 18 elədi mi? D variantı. Sonra baxın 46-ya. Nömrə 46. Düzbucaqlı şəkilli. Deməli, burası 24'dür, burası neçədir? 30'dur. 30. 7 tərəfi 7 olan kvadratlara bölünür. Tərəfi 7-dirsə, kvadratın tərəfi 7-dirsə, sahəsi neçə olur? 49. Düzbucaqlının sahəsi neçə olur? S düzbucaqlı, bu da S kvadrat. 24'ü nəyə vuracam? 30'a. 12, 720 oldu mu? Bəli. Bu balaca kvadratlarında. Kvadratı 47-dirsə, 24'ü 7'yə böləndə neçə düşür? 3 düşürmü? 30'u 7'yə böləndə neçə düşür? 4 düşürmü? Bunun sahəsi neçə olur? Düşbər müəllimə. Sahələrini tapırsan. 12. 12-dirsə, burada da sahəsi 49'dur. 12'ni 49'a vur. 18, bir yadda. Görək neçə dənə kvadrat var da? Başa düşdünmü? Bəli. 9, 9, 4, 8, 588. Elə. 720'dən də 588'i çıxacam ki, qalıqları tapım. Axı, burada 24'ü 7'yə böləndə qalıq qalmışdı axı burada. 3 rak 7, 21, 3 dənə qalıq qalmışdı. 2, 3, 132. Qalıqları soruşur da məndən. Axı, qalıqları mı qalmışdı? O da 132 dənə olur. Nömrə baxaq 47-yə. Nömrə 47-də A üstü BC bərabərdir nəyə? 64-ə. A plus B plus C cəmini tapın deyir. Düşbər müəllimə, bu 2 üstü neçədir? 6 deyilmi? 64. Bəli. İndi BC nəyə bərabərdir? Hansı sadə ədədləri bir-birinə vuranda 6 eləyir? 3'dən 2'ni. B 3'dür. C 2'dir. A da 2'dir. Cəmini soruşur da eləyir 7. Hansı variant olur? D variantı. Nömrə 48'ə baxaq. 7 bölünsün A, 5 bölünsün A, 9 bölünsün A. Tam ədəddir. A-nın neçə qiymətində? Tam ədəd odur ki, natural bölənləri tapırsan, onu 2'yə vurursan. Bu mənim nəyim olur? Tam ədədim olur. A-ları ortaq məxrəc seçirəm. 7, 5, 12, əçop tapaq. Əçop 7 ilə 5, görək 9. Neçə eləyir? 7, 7, 1, 5, 5, 1, 9, 3, 3, 3, 1. Üçlərdə ən böyük 3'ün kvadratı 7'dir, 5'dir. 9'u vururam 35'ə. Neçə eləyir? 5 demək 27, 31 demək 5 yazaq. 311. 4 yadda 27, 300, 315. 315. 315 bölünsün A. 2 yolu var. İndi bu yolla alınmasa o birisi yola əl atacağım. 315'i nə edirəm? Sadə vuruqlara ayırıram. 3'ə bölünürmü? Bəli.
3'ə böləndə 1, 105. 3'ə böləndə 3, 35, 5'ə böləndə 7, 7 bir dəfə. İndi natural bölənləri 3'ün kvadratı 5 vur 7. Natural bölənləri neçə olacaq? 2 plus 1, 1 plus 1, 1 plus 1. 3 vur 2, vur 2, 12. Deməli, bundan alınmadı. Yaxşı. Bundan alınmadı. Bundan alınmadısa, onda aları ortaq məxrəc seçirəm. 7 ilə 5, 12. Üzərinə gəlirəm. Neçə olur Güşvər müəllimə? Neçə? Neçə 12, olur? 9'da o. 21. 21. 21'in bölənləri neçədir? 1'dir, 3'dür, 7'dir, 21'in özüdür. İndi burada neçə dənə bölən var? 4 dənə. Neçə dənə tam bölən olacaq? Tam bölən deyəndə 2'yə vur. 8 dənə olur. Hansı variant? Y variantı. Başa düşdünmü? Tam bölən deyəndə 2'yə vur. Çünki mənfiləri də var. Mənfi 1, mənfi 3, mənfi 7, mənfi 21. Mənfiləri də var. Tam bölən deyəndə 2'yə vur. Çünki mənfiləri də var bunun. Nömrə baxaq neçəyə? 49'a. AB bərabərdir. Neçə verib? 150 verib. Əbub AB bərabərdir. Neçə verib? 5 verib. A və B ədədlərin ortaq olmayan sadə vuruqlarının hasilini, yəni C-ni soruşur. C bərabərdir. Nəyə? Suala. C-nin düsturu necədir? Azı bölürəm nəyə? Çoxa. Əçob bölünsün nədir? Əbobdur. Əçobu tapmaq üçün bizim hansı düsturumuz var idi? Əçob vurulsun əbob bərabərdir nəyə? A vurulsun B-yə. Əbob AB-yə 5 verib. Əçobun özünü yazıram. AB-yə də 150 verib. Əçobu tapmaq üçün vurmazsa aşağıda bölümü olur. 150'ni 5'ə bölürəm. Neçə düşdü? 30. Yazıram bura 30. Buna 5. Neçə oldu ortaq olmayan sadə vuruq? 6 Y variantı. Ortaq olmayan sadə vuruq C-dir. Nömrə baxaq 50'yə. 50-50 gedəyəmmi? İndi AB bərabərdir 360'a. Əçob AB bərabərdir nəyə? 60'a. Natural olmayan sadə vuruqların 50'ni izah elədim də. Keçək nömrə 51'ə. 49'u izah elədi, değil mi? 49'u? Hə. Onda keçək nömrə neçəyə? 50'yə. AB bərabərdir neçəyə? 360'a. Əçob AB bərabərdir neçəyə? 60'a. Ortaq olmayan sadə vuruqların yenə C-ni soruşur. Əvvəlcə əbobu vermişdi, indi əçobu verib. C bərabərdir. Əçob bölünsün, AB-ləri yazmıram, uzun uzadı olmasın, aləm qarışmasın bir-bir. C nədir? Əçob bölünsün əbob. Bizim AB ilə olan düsturumuz hansı idi? Əçob vurulsun əbob bərabərdir nəyə? A vurulsun B-yə. Əçobum nədir? 60'dır. Əbobum nədir? Bilmirəm. A vurulsun B də neçədir? 360'dır. Əbob bərabərdir. 0, 0, 6 düşür. Əbobum neçə oldu? 6 oldu. Əçobum 66'dır. Bu da Cem neçə olur? Ortaq olmayan sadə vuruğum 10 oldu. Oldu hansı variant? B variantı. Deyən qoy görüm kaydı dayandırım.